Salam əziz tələbələr. Biz sizlərlə bugün CSS-də colorlar haqqında danışacağıq. Rənglər neçə müxtəlif yollarla verə bilər. Bugün bunlar haqqında danışacağıq. İndi isə birbaşa dərsimizə keçək. Visual Studio kod açsaq, HTML5-imizi yaradaq. CSS faylımız da var. Onu da buradan linkini bağlayaq. Link ders.css. Gəlirəm burada. Bir dənə H1 yaradıram. H1'in də içinə yazaq, məlumat dolduraq. Sinifə nə demişdik? Biz bunlara selektorlar vasitəsilə müraciət edə bilərik. Tag name vasitəsilə klassa da adı verib müraciət edə bilərik. Onlar üzərinə müxtəlif dizaynlar verə bilərik. Elə tag name vasitəsilə H1 idi. H1 yazıb çağırıram və buna bir dənə color verirəm. Rəngini dəyişirəm. İstəyirəm olsun red. Və gələk buna bir dənə browser üzərindən baxaq. Bəli, göründüyü kimi H1'imiz browserimizə görsənir və rəngi də qırmızıdır. Verdiyimiz rəngi götürüb. İndi isə başlayaq görə rəngləri başqa hansı yollarla verə bilərik. Yəni, biri var, konkret rəngin adını yazasınız. Red, green, yellow, blue, yəni konkret rəngin adını yazasınız. Bir də bəzi rənglər var ki, onların adları tam olaraq bilinmir. Yəni, müxtəlif iki rəngin qarşılığından alınır. Biraz rəng çalarlığı var və konkret o rənglərə ad vermək olmur. Və bu çalarlı rəngləri biz hex və RGB kodlar vasitəsilə, RGB rənglər vasitəsilə verəcəyik. Hex nədir? Hex 3 pillədən ibarət kodlardır. 16 say sistemində ifadə olunur. Minimum qiyməti 0, maksimumda isə FF alır. Məsələn, hex-dən gəlin bir dənə rəng verməyə çalışaq. FF. Qarşısında isə tez işarəsi. Bu, bizim hex kodumuzun maksimum qiymətli uşaqlar. F-lərindən artıq yazmışam. Ağ rəng olur. Browser üzərində baxsaq, H1'imiz buradadır, amma rəngi ağdır. Minimum qiyməti isə uşaqlar 0-dır. Baxaq. Tam yazmadım deyəsən. Ya da biraz, görsən də browseri tam refresh eləməmişdim. Bəli, minimum qiyməti 0-dır. Minimum qiymətini isə sizə verdiyi rəng qaradır. Birinci cümlə dediyim kimi, hex kodlar 3 pillədən ibarət demişdim. Əgər bu 3 pillərin hər biri, məsələn, birinci pilləmizdə 0, 2, 0, 0, 3 də 0, 0. Əgər hər biri bir-birinə bərabərdirsə, siz bunu qısaca belə yaza bilərsiniz. 0, 0, 0. Yəni, təzədən onu 2 dənə ardıcıl, 2, 2 yazmağınıza ehtiyac yoxdur. Onu belə yaza bilərsiniz. Gördüyünüz kimi, yenə də olduğu kimi qalır. Bir də RGB haqqında danışaq. Bundan sonra siz keçək, onların necə Google üzərindən götürüb istifadə etmək qaydalarına keçək. Yenə color yaradıram. Və bir dəfə bir dənə RGB yaradıram. Gördüyünüz kimi, yaradan kimi içində default olaraq red, green və blue yazılıdır. Niyə? Çünki RGB sözünün özü bu rənglərin baş hərfindən götürülüb. Redin R-sı, greenin G-sı, blue'nun B-sı. Bu nə demək? Niyə belə olub? Çünki demək olar ki, bütün rəng çalarları bu üç rəngin qarışdırılması ilə alınır uşaqlar. Məsələn, bunun minimum qiyməti 0-dır. Bayaq olduğu kimi hex kodumuzda. Və minimum qiymət 0, yenə sizə qara bir rəng verir. Maksimum qiyməti hər üçün maksimum qiymətində ağ olur. 255-dir bu qiymət. Hex kodlar 16-lıq say sistemindən kodlaşdırılır. RGB kodlar isə 10-luq say sistemindən kodlaşdırılır uşaqlar. Bəli, göründüyü kimi ağdır və burada da görsənir. RGB kodlarda məsəl üçün dediyi axırıncı blue-nun rəngidir. Ortadakı greenin, başdakı redin rəngidir. Məsəl üçün başdakını maksimum edirəm, o biriləri sıfırlasam, avtomatik olaraq bu mənə qırmızı rəngi verir. Çünki niyə? Birinci redin rəngi idi və mən redi maksimum eləmişəm. Gəlib əgər mən burada green də maksimum eləsəm, yəni yaşlı rəngimi də maksimum eləsəm, avtomatik və sarı bir rəng çıxır. Bunun səbəbi nədir? Çünki qırmızı rənglə yaşlı rəngin qarşılığı isə sarı rəngi verir deyə avtomatik bura yazdığımız kod sarı rəng olur. Məsəl üçün bunu təzədən 0 eləsəz, gəlib buradan redi 155 eləsəz 255 yox, tam qırmızı olmayan bir rəng alınır. Yəni 255-də tam qırmızıdır, 155 qırmızının biraz tam olmayan versiyasıdır, daha tündlüyü çox olan versiyasıdır uşaqlar. İndi isə gələk, yəni mən bu hex kodları, RGB kodların hamısını əzbər bilməliyəm. Xeyr, yəni mən özüm belə çoxsunu əzbər bilmirəm. Məsələn, Google üzərindən götürüb istifadə edirəm. HTML color yazdıqda bir çox sayt çıxır uşaqlar. Hansına girsəz, yəni siz üçün o rəng kodlarını verir, hamısını istifadə edə bilərsiniz. Məsəl üçün, gələk buradan, sağda belə bir dənə şkala var. Gətirəm, məsəl üçün, bu tonlardan birinə. Gələk, məsəl üçün,
burada rəng tonunu seçirsiniz. Yuxarıda həm hex kodu var, həm RGB-si var. Bir də burada HSL var. Bunun haqqında birazdan danışacağıq. Məsələn, gəlirəm buradan hex kodunu kopyalayıram uşaqlar, keçirəm. Kodumuza yazaq bunu. Ctrl-C, Ctrl-V eləyirəm. Məsafəmizi silək. Baxırıq. Bəli, görün kimi istədiyim rəng cəzbə bura düşdü. RGB kodda həmçinin gəlsiniz bura. Bunu götürürsünüz. Kodu kopyalayırsınız. Keçin isə kodumuza. Color, RGB içini silirəm. Kopya aldığımı yapışdırıram. Bu yuxarında artıq silək. Yəni RGB-imizə də baxaq. Və göründüyü kimi istədiyimiz obis kodda gəldi, bura düşdü. İndi isə RGB və hex kodlar haqqında bu qədər. Yəni edirəm, əzbər bilmənizə ehtiyac yoxdur onsuz da. Yəni belə bir dənə Google-dan hansı bir sizə rəngləri, kodlarını verən bir sayt tapıb onun üzərindən götürüb istifadə edə bilərsiniz uşaqlar. İndi isə gəlin bir dənə tünd bir rəng seçək. Onun üzərindən sizə RGB alan haqqında da danışam. Məsəl üçün bu rəng məndə kifayət qədər tündür. Bunu kopyalayıram. Keçirəm koduma. İçinə yapışdırıram. İlk öncə buna istəyirəm RGB ilə baxaq. Tamam. RGB ilə görürsünüz ki, bu formadır. RGB-A nədir? Rənginizə biraz şəffaflıq vermək üçün istifadə olunur. Artıq bu 4 hissədən ibarətdir. Axırıncı hissəsində məsəl üçün 0,5 yazıram. Görürsünüz ki, rəngimiz biraz açıqlaşdı. Bayaq tünd idi. Bayaq belə, burada nəsə, axırda vergi bırakmışam. Bayaq belə idi. Amma bunu yazdıqdan sonra, 0,5 yazdıqdan sonra rəngimiz biraz açıqlaşdı uşaqlar. Buranı boş saxladıqda default olaraq bu onsuz da bir nəzərə alır. Yəni bir rəngin tamlığıdır. Amma əgər boş saxlayasınızsa RGB-dən istifadə edin, RGB-A-dan yox. Yəni RGB-A rəngin biraz opasitisini azaldır. Opasitini irəliyən dəstə görəsiniz. Yəni tündlüyünü azaldır, rəng getdikcə şəffaflaşır uşaqlar. Bunun üçün istifadə olunur. İndi isə keçək bayaq saytda gördüyümüz HSL kodlarına. Bunlar nə üçün istifadə olunur? HSL-in hex və RGB-dən fərqi var uşaqlar. Bu daha parlaq rənglərdir, bu rəng kodları. Məsəl üçün gəlin yazaq, bir dənə color yazaq. Bir dənə də HSL yazaq. Ansını da sonradan deyərik. Birinci yazdığınız dərəcədir, yəni rəngin çalarıdır. İkinci rəngin tündlüyünü bildirir, tündlüyü nə qədər olacaq. Üçüncü yazdığınız property valuesunda isə rəngin parlaqlığı olacaq ki, yəni rəngin parlaqlığını buradan nə təyin edirsə, o qiymət sizdən istəyir. Gəlin daxil olaq bura. Buradan gələk bu göy rəngə, buradan belə bir dənə rəng götürüm, biraz tünd olsa daha yaxşı olar. Gəlirəm buradan, kodu kopyalayıram, keçək bura, atıram içinə. Baxaq browser üzərindən, tamam. Əslində ilk başda hex kodlardan və RGB-dən çox da fərqi yoxdur. Amma gəlsin bu axırıncı 18 demişdi, onun nə idi? Parlaqlığı idi. Məsələn, yenə 91 azaldaq. Demişdi 91 tündlüyü idi. Bunu 51 eləyirəm, tündlüyü get-getə azalır. Məsələn, 11 eləyək baxaq. Kimi rəngimizin göydən olan tündlüyü get-getə azalır və biraz boz rəngə çalmağa başlayır. Qaytaraq bunu 91 eləyək. Gələk indi isə bu rəngin parlaqlıq dərəcəsinə 18-dir. Bunu 58 edirəm. Görürsünüz, rəngimiz get-getə parlaqlaşmağa başladı. Hətta bunu siz maksimum qiymətini aldıqda belə rənginiz o qədər parlaq olur ki, heç görsənmir uşaqlar. Yəni bu işıq altında parlaqlıq deməkdir ona görə. Bunu 78 adda yavaş-yavaş görsənməyə başlayır. Bu isə rənginizin dərəcəsidir uşaqlar. Yəni bunu siz oynadıb istədiyiniz bir rəng ala bilərsiniz əslində. Onsuz rəngi istədikdən sonra qarşısında belə bir kod da var. Hətta bunun üzərindən belə siz dəyişə bilərsiniz istədiyiniz rəng kodlarını. Bu həmçinin RGB-də də var. Bir də ki, hex kodlarda da var. Əslində girib Google-dan axtarmasanız da olar. Yəni bu vasitəsilə də kodları buradan belə dəyişə bilərsiniz uşaqlar. Tam bu kodlar haqqında da bu qədər, HSL kodlar haqqında da bu qədər. Bir də HSL-lərin özünün də ki, HSL A-ları var uşaqlar. Bu bayaq dediyimiz kimi RGB-də kimi RGB A kimidir. Axırıncı yazdığınız alfa onun opasitisini təyin edir. Bunun vasitəsilə onun rəngini biraz açıqlaşdıra bilərsiniz. Colorlar haqqında bu qədər uşaqlar. Bir də dediyimiz colorları siz əslində background üçün istifadə edə bilərsiniz. Məsəl üçün, gəlin coloruna verək red. Görün rəngi qırmızıdır. Background color verdikdə isə eyni kodlardan həm background colorda istifadə edə bilərsiniz. Bunu black eləyək. Və gördüyünüz kimi arxa tərəfi qara oldu. Biz backgroundlar haqqında növbəti dərslərimizdə danışacağıq. Amma yəni bilin ki, background rəng vermək istəyirdə bu colorlar haqqında dediyimiz hər şey backgroundlar üçün də keçərlidir. Yəni background colorlarda da bu dediyimiz hər bir şeydən istifadə edə bilərsiniz uşaqlar.
Bugünkü dərsimiz bu qədər. Sağ olun uşaqlar.